Dostlar, herkese salam. Bugün sizlərlə collaboration postu necə reklam edə bilərik və kollab etdiyimiz bloger, influencer və yaxud da hansı bir şəxsin hədəf kütləsini öz reklamlarımızda necə custom lookalike audience olaraq istifadə edə bilərik. Bu barədə danışacağam. Çox vacib məlumatları sizinlə bölüşəcəm. Ona görə də ekrana yaxın əyləşin və siz də bu məlumatlardan faydalanın. Tutaq ki, əməkdaşlıq etdiyimiz bloger video postu sizi collaborator olaraq əlavə edərək paylaşıb və sizdən həmin postu reklam etməyiniz istənilir. Reklama çıxa bilmək üçün blogeri partner olaraq əlavə etmək mütləqdir. Bunun üçün daxil oluruq Business Suite-ə. Buradan ortaqlıq göndərəcəyimiz səhifəni seçirik. Daha sonra Settings-ə klikləyirik. Açılan səhifədə soldan aşağı düşərək Add Partnership-ə daxil oluruq. Bu hissədə kontentə klikləyərək kollab postlarımızı görə bilərik. Collaboration postunu seçirik. Özümdə əlavə olunduğu üçün görsənmir, siz isə partner olaraq əlavə etə klikləyəcəksiniz. Sizə bir link veriləcək və həmin linki kopyalayıb blogeri göndərirsiniz ki, ortaqlığı təsdiqləsin. Digər bir yol isə Partners bölməsindən Add Partnership-ə klikləyərək əlavə edə bilərsiniz. Burada partner olaraq əlavə etmək istədiyiniz hesabı seçirsiniz. Növbəti mərhələdə öz hesabınızı seçirsiniz. Və davam edərək ortaqlıq istəyini göndərirsiniz. Bunları həll etdinizsə, deməli işin əsas hissəsini tamamlamısınız. İndi isə keçək reklam hissəsinə. Sol tərəfdən Campaigns-ə klikləyirik. Create Ad. Nümunə üçün Awareness seçirəm. Siz istədiyinizi seçə bilərsiniz. Kampaniyanın adını yazırıq. Ad setdə istədiyimiz hədəfləməni edirik. Bu hissələr standart olduğu üçün detallara girmirəm. Əgər hər hansısa bir sualınız olarsa, komment hissəsində yaza bilərsiniz. Next edərək Ad bölməsinə gəlirik. Burada Use Existing posta klikləyirik və Partner Content seçirik. Bu hissədə ortaq olaraq paylaşılan post göstəriləcək və Permission icazə hissəsini də partner olaraq əlavə etdiyimiz üçün aktiv olduğunu görə bilərik. Yəni reklama çıxa bilərik. Postu seçib Publish edirik. İndi isə keçək hədəf kütlələrə. Burada biz əməkdaşlıq etdiyimiz blogerin səhifəsini ziyarət edənləri, ona mesaj yazanları və sair hədəfləyə bilərik. Bunu etmək üçün soldan Audience bölməsinə daxil oluruq. Create Audience, Custom Audience, Instagram Account, Source mənbədən aşağı hissədə olan Creator, yəni partneri seçirik. Events hissəsindən mesaj yazanlar, ziyarət edənlər və sair seçə bilərik. Audience'ın adını yazırıq və Create edirik. Dostlar, bu qədər. Sizin üçün də faydalı oldusa və bu kimi kontentlərin daha çox gəlməyini istəyirsinizsə, like etməyi, bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Save edin ki, gələcəkdə özünüzdə də istifadə edə biləsiniz. Təşəkkürlər izlədiyiniz üçün. Gələn kontentlərə dək.